Oğlumuz 19 iyul 2018-ci ildə dünyaya gəlib və biz onun üçün Atalay adını seçmişik. Ancaq Təbriz Vətəndaşlıq Dairəsi rəsmiləri bu adın qeydiyyata alınmasına qarşı çıxıblar. Onlar bu adın İstanbul türkçəsində olduğunu və xarici ad olduğunu deyiblər. Mən onlara bir neçə sənəd, o cümlədən Atalay adının çəkildiyi Şahmərəsi bəyin Azərbaycan türkçəsi lüğətini təqdim edib, bunun belə olmadığını sübut etdim. Mən bütün sənədləri yığıb Tehrana müraciət etsəm də, onlar da mənim müraciətimi rədd etdilər. Bundan sonra biz vəkil tutaraq şikayət etməyə məcbur olduq. Birinci məhkəməsi, sonra isə apellyasiya məhkəməsi barəmizdə mənfi qərar çıxardı və bizim etirazımızdan sonra iş ölkənin inzibati məhkəməsinə göndərildi. Bu məhkəmə isə yuristikanın olmaması barədə qərar çıxarıb, bu işin onlara heç bir aidiyyatı olmadığını bəyan etdi. Bundan sonra biz cənab Əskər Məhəmmədi vəkil seçdik və nəhayət 8 illik vətəndaş mübarizəsindən sonra Təbriz Sülh Məhkəməsi 18 avqust 2025-ci il tarixində xeyrimizə qərar çıxardı. Bundan sonra Vətəndaşlıq Dairəsi Atalay adına doğum haqqında şəhadətnamə verdi deyə o bildirib. Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.